Hamıya salam. Bugünkü dərsimizdə Unreal Engine daxilində Doom Eternal oyununda istifadə olunan sıçrayış effektini işləməyi öyrənəcəyik. Bu oyun mexanikasına Dash Ability də deyilir. Əvvəlcə hazır nəticəyə baxırıq. Klaviaturada əvvəlcədən təyin etdiyim Shift düyməsinə 2 dəfə ardıcıl sıxmaqla bu effekti işə salırıq. Və 2 dəfə ardıcıl bu effekti istifadə etdikdən sonra bu effekt 3 saniyə ərzində yenidən əlçatan olur. Yəni bu effekti 2 dəfə ardıcıl istifadə etdikdən sonra 3 saniyə vaxt keçməlidir ki, bu effekt yenidən işə salınsın. İndi isə gəlin mühərrik daxilində bu oyun mexanikasını necə istifadə edə biləcəyimizi öyrənək. Bunun üçün əvvəlcə bir ədəd custom event düzəldirik. Custom eventimizi istəyə uyğun olaraq adlandırma həyata keçirdə bilərik. Daha sonra bir ədəd integer tipində dəyişən burada təyin etməliyik. Dəyişənimizi mənim nümunəmdə atılma və yaxud da sıçrayış sayı olaraq adlandıra bilərsiniz. Dəyişənimizi burada təyin etdikdən sonra gördüyümüz kimi default dəyərimiz 0-da olmalıdır mütləq. Daha sonra dəyişənimizdən referensimizi götürürük və burada qeyri-bərabərlik operatorunu çağırırıq. Bunun üçün sadəcə olaraq bildiyimiz kimi nida və bərabər işarəsini burada axtarış bölümündə yazırıq və gördüyümüz kimi burada not equal adlı operatorumuzu seçirik. Bu bölümə 2 yazırıq. Daha sonra burada şərt operatorumuzu təyin edirik. Şərt operatorumuzu təyin etdikdən sonra true bölməsində buradan gördüyünüz kimi bizim field of view, yəni kameramızın görmə zonasını bu effekt işə salınan zaman dəyişməliyik. Bunun üçün sadəcə olaraq növbəti bir custom event burada təyin edirik. Custom eventimizi yenidən istəyə uyğun olaraq adlandırma həyata keçiririk. Mənim nümunəmdə Start Field of View adlandırmışam. Custom eventimizi təyin etdikdən sonra öz əsas personajımızın kamerasından referensimizi götürürük. Daha sonra bu götürdüyümüz referensdən Field of View adlı parametri burada çağırırıq. Bu parametrimizi çağırdıqdan sonra çıxış parametrimizi bir dəyişənin yaddaşına vururuq. Bunun üçün sadəcə olaraq promote variable bölümündən istifadə edirik. Daha sonra bu dəyişənimizi istəyə uyğun olaraq adlandıra bilərik. Mənim nümunəmdə əvvəlki field of view olaraq adlandırmışam. Yəni bununla biz bir növü ilkin vəziyyətdə bizim kameramızın görmə bucağını bir dəyişənin yaddaşına vururuq. Daha sonra burada timeline adlı zamanlama funksiyasını çağırırıq. Timeline'ımızın daxilində bir ədəd flow track əlavə edirik. Flow trackimizi istəyə uyğun olaraq adlandıra bilərik. Buraya 2 ədəd keyframe əlavə edirik. Keyframelərimizi əlavə etdikdən sonra birinci keyframeimiz time və value parametrlərini 0-a mənimsədirik. İkinci keyframeimizdə isə time bölümünü 0.2-yə, value bölümünü isə 1-ə mənimsədirik. Növbəti olaraq useLast keyframe adlı parametrimizi burada aktivləşdirməyi unutmuruq. Onu da diqqətinizi çatdırım ki, timeline haqqında kanalımızda ətraflı və geniş izahlı dərsimiz mövcuddur. Alınan nəticələri compile edirik. Daha sonra yenidən event graph bölümünə keçid edirik. Burada növbəti olaraq öz personajımızın yenidən əsas kamerasından referensimizi götürürük və çıxış parametrindən set field of view adlı funksiyanı çağırırıq. Bu funksiyanı çağırdıqdan sonra field of view adlı burada gördüyümüz parametrimizdən lerp adlı funksiyanı çağırırıq. Lerp adlı funksiyamızı da burada çağırdıqdan sonra daha öncə burada bir dəyişənin yaddaşına vurduğumuz əvvəlki field of view adlı dəyişənimizi A parametrinə mənimsədirik. B parametrini isə bu dəyişənin çıxış parametrindən toplama əməliyyatını burada yerinə yetiririk və buraya istəyə uyğun olaraq müxtəlif dəyərlər mənimsədilə bilər. Məhz buraya mənimsədəcəyimiz dəyər bizim kameramızın zoom effekti üçün istifadə olunan bir dəyər olacaq. Mənim nümunəmdə buraya 50 yazmışam və daha sonra buradan çıxış parametrimizi B parametrinə mənimsədirik və son olaraq alfa parametrimizi öz təyin etdiyimiz timeline'ımızın fov adlı çıxış parametrindən bu şəkildə ötürürük. Bu şəkildə kodumuzu tamamladıqdan sonra branch adlı şərt operatorumuzun true bölümündə hal-hazırda burada yeni düzəltdiyimiz start field of view adlı custom eventimizi funksiya şəklində çağırırıq. Növbəti olaraq burada gördüyümüz kimi makrosdan istifadə etmişəm. Burada makrosdan istifadə etməkdə əsas məqsədim həmin bizim bu sıçrayış effekti işə düşən zaman burada sadəcə olaraq inputları deaktiv etməliyik. Yəni bu effekt işə düşən zaman bizim inputlarımız deaktiv olmalıdır.
Bunun üçün sadəcə olaraq bir ədəd buradan makros əlavə edirik. İstəyə uyğun olaraq adlandıra bilərik. Mənim nümunəmdə disable input olaraq adlandırmışam. Daha sonra bu makrosumuzun daxilinə keçid etsək, burada 2 ədəd funksiyadan istifadə edirik. Bu funksiyalar setIgnore move input və setIgnore look input adlı funksiyalardır. Bunun üçün getController adlı funksiyamızı çağırırıq və bu funksiyamızın çıxış parametrində asan bir şəkildə bu iki funksiyanı çağırırıq. Bu iki funksiyanı buraya gətirdikdən sonra mütləq şəkildə bu parametrləri aktivləşdirməyi unutmuruq. Disable input adlı makrosumuzu bu şəkildə tənzimlədikdən sonra keçid edirik event graph bölümünə və hazırladığımız makrosumuzu bu şəkildə ümumi kodda ardıcılığa qoşuruq. Növbəti olaraq launch character adlı funksiyamızı burada çağırırıq. Məhz bu funksiyanın köməyi ilə sıçrayış effekti işə düşən zaman bizim personajımızın hazırki sürətini istəyə uyğun olaraq artıra biləcəyik. Bunun üçün bu funksiyanı çağırdıqdan sonra getVelocity adlı funksiyanı çağırırıq. Sadəcə olaraq axtarış bölümündə getVelocity yazırıq. Bu gördüyümüz funksiyanı çağırdıqdan sonra çıxış parametrimizi split edirik və daha sonra burada gördüyümüz kimi x və y vektorlarını birləşdirməliyik. Bunun üçün make vector adlı funksiyadan istifadə edirik. Daha sonra bu funksiyanın çıxış parametrindən vurma əməliyyatını yerinə yetiririk və burada dediyim kimi istəyə uyğun olaraq dəyərləri buraya mənimsədib istifadə edə bilərik. Mənim nümunəmdə buraya 5 yazmışam. Yəni bu o deməkdir ki, bizim hazırki personajımızın sürətini 5 dəfə burada artırmış olacağıq. Bu effekt işə düşən zaman. Təbii ki, burada daha aşağı və yaxud da daha yuxarı dəyərlər mənimsədib istifadə edə bilərsiniz. Bu funksiyamızı da bu şəkildə tənzimlədikdən sonra növbəti olaraq burada bir ədəd visual effect spawn edirik. Bunun üçün sadəcə olaraq spawn system at location adlı funksiya çağırırıq. Məhz bu funksiyanı çağırdıqdan sonra istənilən burada vizual effektlərdən istifadə oluna bilər. Mənim nümunəmdə fab üzərindən belə bir vizual effektlərdən istifadə etmişəm. Bu vizual effektlər hazırki gördüyümüz bu asset daxilində yerləşir və hal-hazırda pulsuz olaraq istifadə edə bilərsiniz. Vizual effektimizi də bu bölümdə təyin etdikdən sonra mütləq şəkildə burada location adlı parametri mənimsətməliyik. Bunun üçün getActorLocation adlı funksiyanı buraya mənimsədirik. Daha sonra mütləq şəkildə rotation adlı parametrimizə tənzimləməliyik. Bunun üçün sadəcə olaraq character movement adlı komponentimizdən referensimizi götürürük. Daha sonra çıxış parametrindən velocity adlı parametrimizi çağırırıq və son olaraq rotation from x vector adlı funksiyamızı burada çağırırıq. Bu əməliyyatı burada yerinə yetirməkdə əsas məqsədimiz ondan ibarətdir ki, bizim personajımız istənilən istiqamət üzrə bu effekti işə sala bilər. Məhz bu zaman bizim vizual effektimiz bizim personajımızın istiqamətinə uyğun olaraq həyata keçirilməlidir. Bunun üçün də burada algoritmimizi bu şəkildə tamamlayırıq. Daha sonra burada gördüyümüz kimi bir ədəd səs effektindən istifadə etmişəm. Sadəcə olaraq spawn sound adlı funksiyadan istifadə edirik və istəyə uyğun olaraq burada müxtəlif səslərdən istifadə edə bilərik. Mənim nümunəmdə belə bir səsdən istifadə etmişəm. Növbəti olaraq burada delay adlı gecikmə funksiyamızı təyin edirik. Bu funksiyanı burada təyin etməkdə əsas məqsədimiz ondan ibarətdir ki, bizim bu sıçrayış effektimiz işə düşən zaman 0,2 saniyədən sonra təxmini bizim bu effektimiz öz funksionallığını bitirmiş sayılır və buna görə də burada bu zamanlama keçdikdən sonra end field of view adlı burada gördüyümüz kimi funksiyanı çağırmışıq. Bu funksiyanı burada çağırmaq üçün daha öncə burada təyin etdiyimiz field of view adlı custom eventimizdən istifadə edəcəyik. Bunun üçün sadəcə olaraq daha öncə burada təyin etdiyimiz timeline adlı zamanlama funksiyamızın reverse adlı parametrinə bir ədəd custom event burada təyin etməliyik. Custom eventimizi istəyə uyğun olaraq adlandıra bilərik. Məhz bu custom eventin köməyi ilə biz burada təyin etdiyimiz funksionallığı geri olaraq ifa edə biləcəyik. Məhz burada təyin etdiyimiz custom eventimizi burada funksiya şəklində çağırırıq və daha sonra eyni zamanda bizə daha öncə deaktiv etdiyimiz inputlarımızı aktiv etməliyik. Bunun üçün yenidən bir ədəd makrosdan istifadə edirik. Makrosumuzu buraya əlavə etdikdən sonra makrosumuzun daxilində 2 ədəd funksiyadan istifadə edirik. Bunun üçün ilkin öncə getController adlı funksiyamızı çağırırıq və daha sonra input ignored və look input ignored adlı funksiyaları buradan çağırırıq və bu şəkildə şərt operatorumuzu burada
təyin edirik. Şərtimizi isə hər iki bu funksiya ödənildiyi zaman təyin etməliyik. Bunun üçün burada AND adlı operatordan istifadə edirik. Növbəti olaraq reset ignore move input və reset ignore look input adlı funksiyalarımızı burada çağırırıq və mütləq şəkildə target parametrlərini get controller adlı funksiyanın çıxış parametrindən hal-hazırda gördüyümüz kimi təyin edirik. Bu şəkildə enable input adlı makrosumuzu tamamladıqdan sonra alınan nəticələri compile edirik və event graph bölümündə bu makrosumuzu burada çağırırıq. Ümumi kodumuzda ardıcıllığa qoşduqdan sonra burada daha öncə təyin etdiyimiz atılma sayı adlı dəyişənimizdən referensimizi götürürük və burada mütləq şəkildə bir yoxlama əməliyyatı həyata keçirməliyik. Bu yoxlamanı burada həyata keçirməyimizdə əsas məqsəd ondan ibarətdir ki, daha öncə nümunədən də gördüyümüz kimi bizim sıçrayış effektimiz 2 dəfə ardıcıl olaraq işə düşdükdən sonra müəyyən bir zamanlama ərzində bu effekti deaktiv edirik. Yəni istifadəçi üçün müəyyən bir zamanlama keçdikdən sonra yenidən bu effekt aktiv şəkildə istifadə oluna bilər. Bunun üçün burada atılma sayı adlı dəyişənimizdən referensimizi götürürük və burada increment adlı makrosumuzu bu şəkildə çağırırıq. Sadəcə olaraq çıxış parametrimizdən 2 dəfə ardıcıl olaraq üstəgəl işarəsinə klik edirik və burada increment adlı makrosumuzu buraya əlavə edirik və bu makrosumuzun çıxış parametrindən burada bərabərlik operatorunu çağırırıq. Əgər bizim bu dəyişənimiz 2-yə bərabərdirsə, yəni sıçrayış effekti 2 dəfə burada istifadə olunubsa, şərtimizi bu şəkildə təyin edirik və daha sonra yenidən bir ədəd şərt operatoru buraya əlavə edirik. Bu şərt operatorunu buraya əlavə etməyimizdə əsas məqsəd ondan ibarətdir ki, biz bu sıçrayış effektini personajımız nəinki yerin üzərində, hətta havada olanda da istifadə edə bilərik. Bunun üçün yenidən burada yoxlama əməliyyatı aparmalıyıq. Character movement adlı komponentimizdən referensimizi götürürük və isFollowing adlı funksiyamızı burada çağırırıq. Condition bölümünə bu şəkildə mənimsədirik. Bu əməliyyatı da icra etdikdən sonra burada gördüyümüz kimi onLanded adlı eventimizi burada çağırmalıyıq. Bu eventi burada çağırmağımızda əsas məqsəd ondan ibarətdir ki, bu şəkildə biz kodumuzu istifadə etsək, bizim personajımız havada olan zaman sıçrayış effektini istifadə edərsə, yerə düşdüyü anda bu effektin yenidən işə salınmağı müəyyən baqlara yol verə bilər. Məhz bu baqların və xoşagəlməz hadisələrin qarşısını almaq üçün burada onLanded adlı eventimizi çağırırıq və burada kiçik bir gecikmə zamanlamasından istifadə etməliyik. Ona görə də delay adlı gecikmə funksiyamızı burada çağırırıq və duration bölümündə kiçik bir buraya dəyər mənimsədirik. Mənim nümunəmdə 0,1 olaraq buraya mənimsədmişəm zamanlamamı və completed bölümü yenidən burada birinci burada təyin etdiyimiz şərt operatorumuza bu şəkildə birləşdiririk və son olaraq bir ədəd burada gecikmə funksiyasından istifadə etməliyik. Məhz burada gördüyümüz delay adlı gecikmə funksiyamız bizə həmin o yenidən işə salınma zamanlamasını təmin edən vaxtı bizə bildirəcək. İstəyə uyğun olaraq burada müxtəlif dəyərlər mənimsədib istifadə edə bilərik. Mənim nümunəmdə sıçrayış effektini 2 dəfə ardıcıl istifadə edəndən sonra 3 saniyə keçməlidir ki, bu effekt yenidən işə salınsın. Bunun üçün yenidən burada atılma sayı adlı dəyişənimizi sıfıra mənimsədirik. Məhz bu şəkildə kodumuzu burada tamamlayırıq və son olaraq təbii ki, bu effekti istifadə etmək üçün bizə bir ədəd inputumuz lazım olacaq. Mənim nümunəmdə Sol Shift klavişindən istifadə etmişəm. Inputumuzu burada təyin etdikdən sonra növbəti bir ədəd makrosumuzu burada istifadə edə bilərik. Məhz Doom Eternal oyununda olduğu kimi biz Sol Shift düyməsinə 2 dəfə ardıcıl olaraq klik etdiyimiz zaman bu Dash Ability adlı effektimiz işə düşürdü. Bunun üçün burada cüt və tək kliki ayıra biləcəyimiz bir funksiyonallıq yazmalıyıq. Bu funksiyonallıq üçün isə burada dediyimiz kimi bir ədəd makrosdan istifadə edirik. Makrosumuzun daxilinə keçid etsək, öncəki dərslərdə də bu algoritmi sizə izah etmişdim. Bunun üçün burada bir ədəd klikimizi təyin etmək üçün dəyişən təyin edirik. Dəyişənimizi integer tipində burada təyin edirik. Dəyişənimizi təyin etdikdən sonra burada toplama əməliyyatını yerinə yetiririk. Hər dəfə biz bu dəyişənimizə müraciət etdiyimiz zaman həmin dəyişənimizi bir vahid artıracağıq və yenidən dəyişənimizin özünə bu şəkildə mənimsədirik. Daha sonra burada yenidən gecikmə funksiyasından istifadə edirik. Bu gecikmə funksiyasında təyin edəcəyimiz burada gördüyümüz 0,25 bizim 2 klik arasında keçən zamanlamamızı bildirən bir vaxt olacaq.
Bu isə ümumi standarta uyğun olaraq təyin edilmiş bir zamanlama sayılır. Daha sonra burada branch adlı şərt operatorumuzu çağırırıq və klikimiz üçün təyin etdiyimiz dəyişənimizi burada yoxlamalıyıq. Əgər bizim dəyişənimiz 2-dən böyükdür, bərabərdirsə, bu zaman true və false bölümündə yenidən bu dəyişənimizi hər iki halda sıfıra set edirik və son olaraq hər iki dəyişənimizin çıxış parametrini ümumi output bölümünə bu şəkildə birləşdiririk. Birinci burada gördüyümüz çıxış icra edici parametrimiz cüt kliki bildirəcək. İkinci gördüyümüz parametrimiz isə təbii ki, tək kliki bildirən bir execution parametri olacaq. Makrosumuzu bu şəkildə təyin etdikdən sonra alınan nəticələri compile edirik və yenidən event graph bölümünə keçid edirik. Burada double click adlı makrosumuzu çağırırıq. Əgər biz klaviaturada shift düyməsinə 2 dəfə ardıcıl sıxmışıqsa, bu zaman təbii ki, bu bölüm icra olunacaq. Əgər biz shift düyməsinə tək klik etsək, bu zaman da təbii ki, bu parametri icra olunacaq. Bu parametri boş saxlayırıq. Daha sonra burada şərt operatorumuzu təyin edirik. Şərt operatorumuzu burada təyin etməkdə əsas məqsədimiz ondan ibarətdir ki, bizim personajımız yalnız və yalnız hərəkətdə olan zaman bu effekti istifadə edə bilməlidir. Yəni personajımız hərəkətsiz olaraq idle vəziyyətdə durduğu zaman bu effekti istifadə etməli deyil. Əgər biz burada bu yoxlamanı həyata keçirməsək, bu zaman hazırda nümunədən də gördüyümüz kimi bizim personajımız öz yerində durduğu zaman sol shift düyməsinə 2 dəfə klik edirik. Gördüyümüz kimi personajımız yerində durduğu zaman da bu effekti icra edəcək. Bu xoşagəlməz görüntünün qarşısını almaq üçün burada mütləq şəkildə yoxlama aparmalıyıq. Yoxlamamızın şərt bölümünə isə belə bir algoritm yazırıq. Bunun üçün ilk öncə character movement adlı komponentimizdən referensimizi götürürük və daha sonra velocity adlı parametri burada çağırırıq. Məhz bu parametrin köməyi ilə bizim personajımızın sürətləndiyi istiqaməti bizə qaytaracaq. Daha sonra burada vector length adlı gördüyümüz funksiyanı çağırırıq. Növbəti olaraq burada böyükdür operatorunu çağırırıq. Əgər bizim personajımızın sürəti 2-dən böyükdürsə, yəni buraya simvolik olaraq olduqca kiçik bir dəyərlər mənimsədilə bilər və yaxud da buraya sadəcə olaraq 0 yaza bilərik. Əgər bizim personajımızın sürəti 0-dan və yaxud da dediyimiz kimi 2-dən böyük olarsa, ki bu zaman bizim personajımız artıq hərəkətə başlamış olacaq, yəni hərəkətdə olacaq. Bu zaman true bölümündə daha yuxarıda təyin etdiyimiz dash effect adlı custom eventimizi burada funksiya şəklində çağırırıq və son olaraq bütün funksionallığı bu qaydada hazırladıqdan sonra alınan nəticələri compile və save edirik. Səhnədə yenidən hazır nəticəyə baxırıq. Oyuna başladığımız zaman bizim personajımız öz yerində durursa, klaviaturada 2 dəfə shift düyməsinə klik edirik və heç bir effektin işləmədiyini görürük. Lakin bizim personajımız hərəkətə başlayırsa, bu zaman shift düyməsinə 2 dəfə ardıcıl olaraq klik edirəm və gördüyümüz kimi bu effekti işə sala bilirik və 3 saniyə keçdikdən sonra yenidən satan olur. Dediyimiz kimi oyun proqramlaşdırılmasında bir çox oyunlarda olduqca geniş istifadə olunan xüsusi bir oyun mexanikası sayılır. Məhz bu oyun mexanikasını bugünkü dərsimizdə sizlər üçün ekskluziv olaraq izah etdim. Bundan sonra da kanalımızda olduqca maraqlı və unikal dərslər bizləri gözləyir. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bugünkü dərsimiz bu qədər. Hamıya uğurlar.